Allah deyir ki, xardal toxumu boyda olsa belə pislik, elədiyiniz pislik, qayaların içində gizlətsəz belə onu çıxarıb qoyacam qabağınıza. Eyni zamanda bu qorxudur, eyni zamanda həm də ümiddir ki, xardal toxumu boyda bir yaxşılıq da eləsəz, onu da çıxarıb qoyacam qabağıma. Buna inanmaq lazım. İnananlar buna inanmalıdır. Ki, mən elədiyim pislikdən qaçıb gizlənə bilməyəcəm. O, Habil-Qabil əhvalatını Quranda verirlər, bu Bibliyada da var. Orada Qabil qardaşını öldürəndən sonra baxır ki, qarğa orada bir pisliyini bastırır. Deyir, vay mənim halıma. Mən deyir, qarğa qədər də deyiləm və pisliyimi bastıra bilməyəcəm. Əslində o elə doğru inama o vaxt gəlir. Başa düşür ki, bundan mən qaça bilməyəcəm. Bu qələti mən elədim. İnsanların çoxsu inanmır. Fikirləşirlər ki, kamera yoxdursa, bizi görmür. Səndən pisliyi eləyə bilərəm. Sonra da üzünə diliyərəm ki, bunu mən eləmədim. Allahın varlığını qəbul eləmək burada əsas deyil. Əsas sən Allahı necə tanıyırsan? Sənin ağlındakı Allah sənə yaramazlıq eləməyə izin verir mi? Əsas inanc bu olmalı.